Ölümsüzlüyün axtarışında idi, ancaq illik $2 milyon belə kifayət etmədi. Amerikalı 48 yaşlı sahibkar Brian Johnson haqqında diqqət çəkən bir xəbər yayılıb. Johnson illərlə 30 həkimlə çalışıb və hər il təxminən $2 milyon xərcləyib. Hətta bir vaxt yaşlanmanı ləngitmək məqsədi ilə aparılan araşdırmalar çərçivəsində oğlu və atasının da iştirak etdiyi eksperimental plazma mübadiləsi proqramına qatılıb. Bu hadisə vaxtı ilə oğlunun qanından istifadə etdi başlığı ilə gündəmə gəlmişdi. Lakin bütün bu nəzarətə və eksperimental müalicələrə baxmayaraq, Brian Johnson 11 il ərzində heç bir əlamət vermədən irəliləyən, müalicəsi olmayan autoimmun qastrit diaqnozu qoyulub. Bu xəstəlik zamanı immun sistemi mədənin hüceyrələrinə hücum edir. Zaman keçdikcə B12 vitamini çatışmamazlığı, qan azlığı və bəzi xəstələrdə mədə xərçəngi riskinin artmasına səbəb ola bilir. Hazırda Johnsonun xəstəliyin irəliləməsini ləngitmək üçün eksperimental müalicə üsullarına müraciət etdiyi bildirilir. Bu hadisə bir daha göstərdi ki, milyardlarla dollarlıq texnologiya və fasiləsiz tibbi nəzarətə baxmayaraq, insan orqanizminin hələ də tam öyrənilməmiş və həll tapılmamış tərəfləri var.